Finale, Fine Forza Juventus. Salam İsmail, bu gün səninlə Juventus tarixinin ən yaxşılarını seçirik. Getdik. Juventus tarixindəki ən yaxşı qapıcı. Buffon. Come da bocca picchita va bene. Nəinki Juventus tarixinin mənim fikrimcə dünya futbolunun ən yaxşı qapıçısı Gigi Buffon olmalıdır. Ən yaxşı müdafiəçi. Ən yaxşı müdafiəçi. Juventus hər zaman, xüsusilə də 90-cı illərdə, 2000-ci illərdə müdafiəsi ilə öyünən, etibarlı müdafiəsi ilə seçilən komanda olub. Yəni bir futbolçu seçəcəmsə çətin olacaq mənim üçün. Ağlımda bir neçə variant var, amma Chiellini olsun, Giorgio Chiellini. Ən yaxşı yarım müdafiəçiyə kim seçirsən? Ən yaxşı yarım. Yenə də çətindir. Bir yarım müdafiəçi seçməliyəmsə, Zidane'ın karyerası Juventus'ta elə də uğurlu olmayıb, amma mən Pavel Nedved deyəcəm. A partir de agora, o sossego acabou. Elə videom bu yerindəcə bir dənə abunə, like məsələ və unutmusunuzsa tez yerinə yetirin. Ən yaxşı cina hücumçusu kimdir? Əslində bu Nedved ora uyğun, amma Camoranesi deyim də. Dedə. Mauro German Camoranesi. İndi ən yaxşı mərkəz hücumçusunu seçək. Təbii ki, Juventus tarixində ən çox qol vuran əcnəbi futbolçu David Trezeguet. Bir də ən yaxşı məşqçini seçməyini istəyirəm. Juventus ailəsinin sevimlisi Marcello Lippi.